Gəncədən Bakıya gələn kimi ilk olaraq soyuqəllərə üz tutduq və ilk yediyim balıq ekmeği oldu. Hansı ki mən balığı çox sevirəm və soğansız olanı seçmişdim. Qiyməti 7 manat idi, çox dadlı idi. Növbəti kumpir aldım. Kumpir istədiyiniz içində 7 növ seçənəyiniz var idi. 9 manat idi. Kartofu çox gözəl pişmişdi, çox dadlı idi. İkinci gün biz bulvara getdik. Bulvarda isə tavuk pilav qeyd etdim və burada tavuk pilavın yanına istədiyiniz turşuları seçə bilirsiniz. Qiyməti 7 manat idi, amma heç də sevmədim. Sonra biz buz meydançasına yaxınlaşdıq. Buz meydançasında qiymətlər isə 15 dəqiqə 10 manat, yarım saat 16 manat, 1 saat isə 20 manat idi. Mən 15 dəqiqəliyi götürdüm, çünki ilk səfərim idi. Mənə qeyd olunmuşdu ki, rolik sürə bilənlər buz meydançasında rahatlıqla sürüşə bilirlər. Amma isə elə deyildi, nə ki sürüşmək, mən bildiyiniz burada yeriyirdim. Və məsləhətim odur ki, bura gələndə tək gəlməyin, yanınızda buz meydançasını sevən bir rəfiqənizlə yaxınlaşın ki, orada həqiqətən əylənə bilərsiniz. Günlük vloqum bu qədər. Bəs siz bu il buz meydançasına getdinizsə, əyləndinizmi?